Məmurların, millət vəkillərinin gözqamaşdıran villaları, dəbdəbəli həyatı, biznes və ailə üzvlərinin lüks həyat tərzi ölkə mediasının əsas mövzularındandır. Daim diqqətli olan bu məsələlərdən söz düşmüşkən gündəmlə ayaqlaşaq dedik və bir çox mövzulara toxunduq. Suallarımızı isə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cavablandırdı. Regionlardan birində səfərdə olduğunu bildirən Hafiz Hacıyev hər zamanki kimi qalmaqallı çıxış nümayiş etdirərək ilk olaraq adı mediada qalmaqallı xəbərlərlə hallanan Rafael Cəbraylovdan danışıb. Bir dənə deputat seçilməyən bir Rafael Cəbraylov bir dənə sahibkarın 300 minini alıb ona qaytarıb vermir. Hüquq-mühafizə orqanlarına verir. O deputat sarayından istifadə edib təbii xanımın pulu beyanlaməkdən ötürü ona hədə qorxu gəlir. Rafael Cəbraylova birisi yarvad ermənidir və bu adam həmişə ermənilərə işləyən bir adam olsun. Bu Eldar Mahmudovla çox sıx təmasda olan bir insandır. Və bu gün də bu öz sürətini davam etdirir və ölkədə saxlaşma yaratmaqdan ötürü prezidentin radiyasının əleyhinə getmək istəyirlər. Qeyd edək ki, Rafael Cəbraylovun adı tez-tez qalmaqallı mövzularla hallanır. Əsmər Tağızadə, Aytel Kərimova, BTV.